Salam uşaqlar, bugünkü mövzumuz faiz. Onluq çəkilən faizli ifadəsi. Səhifə 121, 122, 123. Uşaqlar, faiz mövzusuna keçməmişdən əvvəl birinci bilək ki, faiz bizə nəyə lazımdır? Nəyə istifadə olunur? Uşaqlar, faizə biz gündəlik həyatımızda çox rast gəlirik. Məsələn, mağazinlərdə ən böyük örnək olaraq mağazində nəyisə alanda qiymətin üstündə verilir ki, 25% endirim. Düzdürmü uşaqlar? Yəni, endirimi hesablayanda 25%, tutaq ki, yazılan ki, 50% endirim. Elə insanlar var ki, düzdür, hesablaya bilmirlər ki, o 50% endirim nə deməkdir? 50% endirimi verəndə bizə nə qədər pul verir? Yəni, nə qədər pul qalır? Və yaxud da ki, 20% endirim. Qiyməti neçə alacağını bilmirik bəzilərimiz. Yəni, bu formada hesablamalarda gündəlik həyatda çox istifadə olunur. Və yaxud da ki, nəyisə böləndə 10% sənə düşsün, 15% bu birisinə düşsün. Yəni, faizi bilək ki, gündəlik həyatda istifadə edə bilək. Yəni, ən çox istifadə olunan şeylərdən biridir. İndi başlayaq. Bəs faiz nədir? Biz sizinlə hissəni keçdik. Hissənlə sıx bağlıdır və rahat mövzudur. Uşaqlar, çətin bir mövzu yoxdur. İndi biz dedik ki, hər bir şey tam olaraq neçə hissədən ibarət idi? Hər bir şey tam olaraq bir hissədən. Düzdürmü uşaqlar? Bir tam tort. Yəni, bir dənə böyük tam tort. Bir hissə. Deyirdik ki, misallar işləyəndə, deyirdim ki, onun 2/1-ini mənə verərsən. 2/1-ini necə tapırdıq? 2 yerə bölürdün, bir dənəsini, düzdürmü? 3/1-ini verərsən, 4/1-ini verərsən, 4/1-ini necə tapırdıq? 4 dənə bir yerə bölürdük, bir hissəni götürürdük, düzdür? Bu olmuşdu bizim hissəmiz. İndi isə uşaqlar, faizlə keçəcək ki, tutaq ki, bunun 25%-ini verir və yaxud da 100%-ini verir. Ümumiyyətlə uşaqlar, dedik ki, hər bir şey tam olaraq bir hissədən ibarətdir. Və uşaqlar, hər bir şey tam olaraq 100%-dən ibarətdir. Baxın, hətta gündəlik həyatda belə bir kəlmə də işlədirik. 100% bu gəlməyəcək. Yəni, tam faizi. Yəni, tam deyirik ki, 100% gəlməyəcək də, yəni o yüz bu yüz ola bilməz. 100% nə isə olacaq. Deməli, hər bir şey dedik ki, tam olaraq neçə faizdən ibarətdir? 100%-dən. Burası kimi problem yoxdur uşaqlar. Və uşaqlar, belə bir qayda deyirik. Ədədin 100-dən 1 hissəsinə ədədin 1% deyilir. Bir daha deyirəm. Ədədin 100-dən 1 hissəsinə deyilir ədədin 1%. Yəni uşaqlar, bu nə deməkdir? Dedik ki, bu tam bir tam hissədir, düzdürmü? Və uşaqlar, dedik ki, hər bir şey tam olaraq neçə faizdən ibarətdir? 100%-dən. Baxın uşaqlar, deyir ki, bunun 100-dən 1 hissəsinə, 100-dən 1, bax, 100 yerə böldüm 1 hissəsinə, 100 yerə böldüm 1 hissəsinə. Bax, bu cəmi 1%-dir. 100-dən 1-dirsə, 100 yerə bölsəm, deməli 100-dən 100 hissəsinə 100% verəcəkmi? Düzdürmü uşaqlar? Bir daha deyirik, ədədin 100-dən 1 hissəsinə 1% deyilir. Deməli, belə bir misal üzərində deyə bilərəm. 100-dən 2 hissəsi neçə faiz olacaq uşaqlar? 2-dən 1%, 1%, 2%. 100-dən 3 hissəsi neçə faiz olacaq? 3%. 100-dən 4 hissəsi neçə faiz olacaq? 4%. Aydındır uşaqlar. Qaydanı qayda dəftərinizə yazın. Birinci qayda yazırsınız. Ədədin 100-dən 1 hissəsinə 1% deyilir. İkinci qayda yazırsınız. Hər bir şey tam olaraq bir hissədən ibarətdir. Bu köhnə qayda idi. Və hər bir şey tam olaraq 100%-dən ibarətdir. Tam 100%. Bu formada təyin olunur. Gəlin indi sual üzərindən baxaq. Görək suallarda bizə nə deyir. Tətbiq edək.
verilib bizə. Səhifə 121-də. Birinci sual. Deyir ki, rəqəmli hissəyə uyğun adi kəsir yazın və fərzli ifadə edin. Uşaqlar 100 yerə bölünmüş damadır, düzdürmü? A variantına baxıram. 100 yerə bölünmüş damadan deyir ki, birinci adi kəsirlə ifadə edin. 100-dən hansı hissəsi rənglənib? 100-dən 40 dənəsi. 40 hissəsi rənglənib deyə bilərəmmi? 40 hissə neçə faiz idi? 40%. Deyir birinci adi kəsiş formasında yaz, sonra faiz. Yazdım. Bu birisində B variantında 100-dən neçə hissəsi rənglənib? 100-dən 54 hissəsi. 154 hissəsi rənglənib, adi kəsiş formasında yazdım. 154 hissəmiz neçə faiz idi? 54%. Qalan bəndlər özünüz. C-bəndi, D-bəndi sizə qalır. İkinci sualda adi kəsirlər faizinə ifadə edin. %3 hissə neçə faizdir? 3. %8, 8. %9, 9. %15, 15. %90, 90. %100, 100%. Arasında qalanlarını özünüz. Üçüncü. Deyir ki, adi kəsirləri məxrəci 100 olan kəsirlə əvəz edin və faizlə ifadə edin. Baxın uşaqlar, bu ikinci sualda rahat idi. Deyirdim ki, %9 hissə neçə faizdir? 4/9 da. Düzdürmü? %1'i 1% isə 100-dən 9 dənəsi 9%. Məxrəc 100 idi deyə rahat deyirdiniz. %53, 53%, %100, 100%. Məxrəc 100 olduğuna görə rahat dediniz. Amma bir də görürsünüz, məxrəc 100 olmur. Deyirəm ki, hə, uşaqlar 14 hissəmiz neçə faizdir? Məxrəc 100'dür. O zaman məxrəci 100'ə gətirib neçə faiz olduğunu deyə bilərik. Məxrəci 100'ə gətirmək üçün nə ayırmalıyıq? Sürət və məxrəci eyni bir ədədə vurmalıyıq. Belə bir şey demişdik, kəsilənsiz xassiz. Kəsilin sürət və məxrəcini, adi kəsilmənin toplanması, çıxılması mövzusunda və yaxud da ki, kəsilmənin eyni məxrəci gətirilməsi mövzusunda yadınızdadır. Adi kəsilmənin sürət və məxrəcini eyni bir ədədə vurduqda və yaxud da böldükdə kəsir qiymətini dəyişmir. Kəsirin əsas xassəsi. Yadınızdadır uşaqlar bu. Yadınızda deyilsə qaydaya bir dəfə də yazın. Adi kəsirin sürət və məxrəcini eyni bir ədədə vurduqda və yaxud da böldükdə kəsir qiymətini dəyişmir. Eyni kəsir alınır. Hətta bu sizinlə dairə üzərində hissəyə bölüb də dairənin kvadrat üzərində hissəyə bölüb də izahını vermişdim. İndi bunun məxrəcini mən 100'ə gətirmək istəyirəm. Onu 100'ə gətirmək üçün neçəyə vurmalıyam? Ona sürətlə məxrəcə vururam ona. Elədi mi %30? Hə, %30 hissəm neçə faizdir? 30%. Qurtardı. Sizə bu sualda deyir ki, üçüncü sualda deyir ki, məxrəci 100'ə gətir, sonra faizidir. İndi bir dənəsinə də baxın. 25'də 21. Bunları işləmişik. İndi yadınızda deyil. Faiz formasında yox, 100'ə gətirmək formasında çox işləmişik. Hətta hansı mövzuda 100'ə gətirmək? Adi kəsirin onluq kəsirə çevrilməsi. Əgər bu mövzunu bilmirsinizsə, başa düşmürsünüzsə 100'ə gətirmək istəsin. Mövzu olaraq izah eləmişəm, izahını vermişəm. Adi kəsirin onluq kəsirə çevrilməsi mövzusunda var. Bu mövzuya baxın. Məxrəci 100'ə gətirmək üçün 25'i necə gətirirdik? 4'ə vururduq. Bu da bərabərdir %84. Bu nedir? 84%. Uşaqlar, mən hər şeyi, yəni 3-4 dəfə təkrarlaya bilmirəm. Siz məsələn ardıcıl istəyin ki, bilirəm bəzi mövzuları başa düşürsünüz, bəlkə də izləmək istəmirsiniz. Ardıcıl istəyin ki, bilin ki, nəydən söhbət gedir. Sizin xeyrinizədir, ziyanınıza deyil, bir daha deyirəm. 84%. 2 dənəsində yazıram. Bir şunu vururam. 40'da 22.
Uşaqlar, birinci kəsrin sürət və məxrəcini eyni bir ədədə bölün. İkisi də 2-yə bölünə bilir, düzdürmü? Çünki 40-ı gətirmək biraz çətindir. 20-də 11. Hə, 20-yi gətirmək üçün neçəyə vurmalısınız? 5-ə. Sürət və məxrəcdə 5-ə vurur. %55. %55 hissəmiz neçə faizdir? 55%. Uca yazmıram o tərəfin. Bir dənə bunu da işləmək istəyirəm. 345. Bu bir dənə çaşdıra bilərsiniz. Dedik ki, sürətlə məxrəcdə eyni bir ədədə bölün. 3-ə bölün. 3-ə böləndə elədi 100, 3-ə böləndə elədi 15. %15'imiz neçə faizdir? 15%. Aha, bu formada həll edib tapdıq. Şu an növbəti sual və 4-cü sualı özünüz oxuyun diqqətlə həll edin. Bunu mən işləməm. Keçirik uşaqlar 5-ci sualımıza. Onluq kəsrlərin faizli ifadəsi. Bu mövzuya. Elə bunda da qeyd elədik düzdür onluq kəsri faizi çevirmək. Amma indi gəlin diqqətlə baxaq. Onluq kəsrləri hansı formada faizli ifadə edirik? Bir dənə bu yuxarıda qalsın. Bu 45-20. Şuna bir alt dedi, %45 hissəsimiz neçə faizdir? 45% düzdürmü? Yəni bunu belə yazın, onluq kəsr formasında yazanda 0,45 hissə bu adi kəsr idi, bu faiz idi, bu da onluq kəsr. Vergüldən vermişəm. Dedik ki, nəyə bərabərdir? 45%. Düzdürmü? Uşaqlar, bundan buna necə keçid elədik? Vergülü 2% sağa atladıq, düzdürmü? Vergülü 2% sağa gəlsin deyə nəyə vurmalıydıq? 100-ə. Demişdik ki, onluq kəsri 100-ə minə vuranda, nöqtənə 10-a 100-ə minə vuranda, nöqtə, vergülümüz sağa gəlir. Deməli, mən bunu 100-ə vursam, sırası faiz alırmı? Onda belə bir qayda yazırıq. Onluq kəsri faizə çevirmək üçün onluq kəsrimizi 100-ə vururuq. Faizlə ifadə eləmək üçün 100-ə vurmalıyıq. Məsələn, verilib 0,3. Deyir ki, faizlə ifadə elə. Vururam 100-ə, avtomatik. Bu bərabərdir. 0-ın biri ilə vergül bir vahid sağa gəldi mi? Oldu mu 3 vuran? O da elə 30. 0'dan %21. Vurulsun 100. Deyir ki, faizə çevir. 0'ın biri ilə vergül bir vahid gəldi. 0'ın digəri ilə də vergül bir vahid gəlib. Elədi mi 21%? Aydın uşaqlar. Onluq kəsri qayda dəftərinizdə yazdınız mı? Bilmirəm, yazmadınız mı? Bilmirəm. Yazın. Onluq kəsri faiz çevirmək üçün onluq kəsrimizi 100-ə vururuq. 100-ə vurub faizə çeviririk. Bura kimi ümid edirəm ki, tam başa düşdük. Keçək 5-ci sual üzərindən bir-iki dənə şey izah edeyim. 5-ci sualda bizə nə deyir? Aha, 100'ə vurun hər birini təyin edin. Tamam. Vurmağı da o şey bilirik. Bax, vurmağı bilmiriksə, ona 100'ə minə vurmağın qaydasını izah eləmişəm. Mövzu var 5-ci sinifin içərisində. Həmin mövzuya baxın, sonra buna baxın uşaqlar. Tamam. Belə. Deyir faizə çevir, 100'ə vururam. 100'ə vururam, başqa qayda bilmirəm. 100'ə vururam. 100'ə vururam. Birinci bundan başlayıram. 1,0 nədir? Çaşdırmaq üçün veriblər. 1,0 nədir uşaq? 1. Bunun vergüldən sonraki demişdik, ən axırdakı sıfırı silmək olar da. 1. 1 vursun 100 neçə edir? 100. Keçdim. 2 dənə 0.
Vergül 1, 2, 2 vahid getdi. Elədi 15. Sıfırın biri ilə vergül 1 vahid getdi. 1 vur 10, elədi 10. Sıfırın biri ilə vergül 1 vahid getdi. 5 vur 10, elədi 50. Çox qurtardı. Qurtardı. Aha, yeni bir mövzu gəlir. Faizi adi kəsrlə və onluq kəsrdə ifadəsi. Gəlin bunu da izah edeyim. Səhifə 104-ü də yazaq. Səhifə 123, 124. 24. Faizin adi kəsrlə və onluq kəsrdə ifadəsi. İzah edək ki, mövzuya sata bilək. Biraz mənim mövzuda geri qalmışam. Bilmirəm ki, siz hansı mövzudasınız. Səhv eləmirəmsə 3-4 mövzu məndən qabaqdasınız. Sata bilmək üçün biraz çox keçək. Faizin adi kəsrlə və onluq kəsrdə ifadəsi. Faizin adi kəsrlə ifadəsi. Aha. Uşaqlar, bir o dedik ki, onluq kəsri faizə keçirmək üçün nə qaydıq? 100'ə vurdıq, düzdürmü? Onluq kəsir keçəndə faizə dedik 100'ə vur. Onluq kəsri. Uşaqlar, kəsir faizdən xırda bilədəkdir. Bax, belə də yadınızda saxlayın. Çevirmək üçün 100'ə vururam ki, faiz bax kəsir tam bir hissədir. Faiz 100 belə bir şeydə fikirləşin. Hə, 100'ə vururam. İndi bu mövzumuz isə faizin onluq kəsirə. Bax, bayaq da adi kəsirə. 100'ə böləcəm. Bax, tərsinə gedirəm deyə faizi çevirəndə onluq kəsirə 100'ə bölürük. Bir daha deyirəm, faizi onluq kəsrə çevirəndə faiz göstərən ədədimizi 100'ə bölürük. Məsələn, deyir ki, 60 faizi adi kəsr və onluq kəsrlə ifadə edirəm. 60 faizi. Uşaqlar, 100'ə bölürəm. Böldüm 100'ə. Çox. Qurtardım. 0'ın birindən 0 gedə bilər. 14. Deyirdi ki, adi kəsrini ifadə edir. Lap istəyirsə bir dəfə də ixtisar aparın. İşte də 2'yə bölünə bilər. Problem yoxdur. Adi kəsirini ifadə elədim. Bir dənə də onluq kəsir. Bu neçə tamdır? 0 tam. Vergüldən sonra 1 0 var deyə bir dənə də 0,16. Növbəti 4 faiz. 100'ə böl. Faizi onluq kəsrə çevirəndə, adi kəsrə çevirəndə 100'ə bölürük. 100'ə böldüm. Həfşə adi kəsir. 100'də 4. İstəyirsənsə ixtisar apara bilərsən. Bax, sürətdə maşınız 4'ə bölünə ədəd. 4'ə bölüb 25'də 1 yaza bilərsən. Problem yoxdur. Burada mənə ixtisar demir deyə. Demir ki, ixtisar apar. Mən ixtisar aparmıram. Amma desə ki, adi kəsri çevirəndən sonra ixtisarını apar, desə, məcbursan ixtisar aparmağa. Aydındır? Cavabda gördüyün %4'ü yoxdur. Sürətlə matrisi eyni bilədə də böl. İxtisarını apar, ixtisardan sonra cavab olacaq. Bu da bərabərdir. 0 tam, vergüldən sonra 1, 2 ədəd. 2 ədədi necə yazırdıq? Ədəd yox idisə yazmağa. 4 ilə 0,4'ün fərqi yoxdur deyib 0,4 yazırdıq. Düzdür, yadımızdadır uşaqlar. Vergüldən sonra 2 ədəd olsun deyə. Keçirəm. Növbəti 35 faizi. 35 bölünsün 100. Bu da bərabərdir 0'dan %35. Qanunlarını özünüz işləyirsiniz. 7-ci sual. Adi kəsri, onluq kəsir və faizlə ifadə edilmiş hissələr digər iki formada ifadə. Yəni
Faizlə verilibsə, digər iki forma adi kəsrlə onluq kəsr formasında ifadə edəcəksiniz. Yox, onluq kəsrlə ifadə edibsə, adi kəsrlə bir də faizlə ifadə edəcəksiniz. 0-dan %32 onluq kəsrlə verilib. Faizi necə çevirirdik? Vururduk 100'ə. 32 faiz. 0 faizə çevirdim. Və yaxud da adi kəsrə çevirəndə 0-dan %32 nə idi? Bərabərdir 132. Adi kəsrə çevirdim. Deyir də adi kəsrə çevir və yaxud da faizlə çevir. Bir dənə adi kəsr yazım. 27. Digər forması bizdə dedik ki, hansı olur? Onluq kəsr. Onluq kəsrə çevirmək üçün dedik, sürətlə məxrəcdə 5'ə vurdum. 0'dan %35. Onluq kəsrə çevirdim. Hə, indi bunu 0'dan %35'dir. Faizi çevirmək üçün dedik 100'ə vururum. O da elə də 35 faiz. Bir dənə də faiz götürürəm, 16 faiz. 16 faizi çevirirəm adi kəsrə. Adi kəsrə çevirmək üçün nə ayırırıq? 100'ə böldük. Çox. Böldüm 100'ə. Oldu adi kəsr. Onluq kəsrə çevirəndə bu da elədir. 0'dan %16 oldu. Vergi ilə onluq kəsr. Bu formada ifadə edirsiniz. Uşaqlar, burada riyaziyyat tarixindən müəyyən bir məlumat verildi. Siz onu oxuyursunuz, yaxşımı? Oxuyun görün nə deyir. 8-ci suala keçirəm. İfadələrə uyğun hissələrə adi kəsrlə yazın, sonra onluq kəsr və faizlə ifadə edin. 10 bayraqdan 3'ü qırmızıdır. Aha, tamam. Aydın. Bayraqdan 3'ü, yəni 10'dan 3'ü qırmızıdır. Deyir adi kəsrlə yaz. Yazdım. Onluq kəsr çevir. 0'dan 3. Və deyir ki, aldığı da faizi çevir. Faizi çevirmək üçün nə ayırmalıyıq? 100'ə vurmalıyıq. 0'ın 1 ilə vergül getdi mi? 3 vuram. 30 elədi mi? 30 faiz. Keçdim, bir dənə də bəndini yazıram. 25 şagirddən 12 sorulandır. 25'də 12 hissə. Düzdür mü? Hissəyə keçirdim. Adi kəsrə çevirdim. Onluq kəsrə çevirəndə sürətlə məxrəcdə 4'ə vururam ki 100'də 48. Bu da bərabərdir 0'dan %48. Bu oldu onluq kəsrimiz. Faizə çevirəndə vurdum 100'ə. Bu da bərabərdir. Vergi ilə sıfırlar getdi 48 faiz. Növbətdə 2 dənəsin özünüz. 9-cu, 10-cu sualda özünüz işləyib tapırsınız uşaqlar. Növbəti dərsimiz ədədin faizi haqqında danışacağıq. Sağ olun uşaqlar, növbəti dərsimizdə görüşərik. Mövzu bəyənsiniz, bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmayın. Sağ olun.